2 dəfə olmusunuz. Əvvəl nə idi şikayətləriniz? Qəşəngdə baş ağrısı, boyunda ağrılar, ağlama, ürək bulanma, həyəcanlama çox idi. İndi hal-hazırda demək ki... Boyunda da ağrılar var idi, yazmışam. Hə, var idi, boyunda ağrılar, mislərdə ağrılar çox idi. İndi o ağrılar keçib. Aha, ürək bulanma keçib. Keçib. Ağlama keçib. Ağlama keçib. Əsəbilik? Əsəbilik demək olar ki, keçib, biraz qalıb. Cüzbəxar qalıb. Aha. Çox əsəb idi. Amma məsəl üçün, əslində nəyəsə bir əsəbləşmə eləyim, adi elə belə yanaşıram da, çox da biraz özümə qapanım, ağlayıb, özümü öldürüm da o yoxdur. Elə bir şeylər yoxdur. Bir dənizdə cüzbəxar başım ağrıyıb, keçib gedirəm. Əvvəl tuturdu, buraxmadı. Əvvəl baş ağrınız necə olurdu? Həftədə neçə dəfə olurdu? Demək ki, 2 gündən bir ağrıyırdı. 2 gündən bir ağrıyırdı. Buradan mümkün şiddətli tuturdu, partlamağa qaldı, o cürün ağrıyırdı. Amma indi yox, indi biraz ağrıyır. Cüzbəxar ağrı qalıb. Hə, lap yaxşı.